Bərdə pambıqçılarının hünər salnaməsində Kommunizm kolxozunun gənc mexanizatoru Sevil Qazıyeva məktəbinin yetirməsi, Ümumİttifaq Komsomolu mükafatı laureatı Tərlan Musayevanın da xidmətləri az deyil. Hər zəhmət ili ona yeni əmək qələbələri gətirir. Tərlan təkcə ötən il mavi gəmisinin bunkerindən 432 ton ağ qızıl boşaltmışdır. 1979-cu il isə onun həyatında yeni bir hadisə ilə əlamətlərdir. Ölkənin ən yaxşı oğul və qızları sırasında Tərlan Musayeva da SSR Ali Sovetinə deputat seçilmişdir. Tikinti materialları kombinatının üzlük tavalar sexinin dəzgah maşinisti Zakir Nəsirovu Naxçıvanda yaxşı tanıyırlar. Gənc fəhlə bu hörmətə təşəbbüskarlığı və əməksevərliyi sayəsində nail olmuşdur. Onun başçılıq etdiyi Komsomolçu Gənclər Briqadası da qabaqçılar sırasındadır. Kollektiv 10-cu 5 illiyin 3 ilinin plan tapşırıqlarını vaxtından 5 ay əvvəl yerinə yetirmiş, böyük qələbə qazanmışdır. Naxçıvan əməkçiləri gənc maşinist Zakir Nəsirova etimad göstərib, onu son çağırış SSR Ali Sovetinə deputat seçmişlər.